Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi 1941-45-ci illərdə Sovet İttifaqı öz qoşunlarını iki əsas cəbhədə saxlayırdı. Bir, Moskva ətrafında faşist Almaniyasından gələn hücumun qarşısını almaq üçün, iki, uzaq şərqdə, yəni Yaponiya ilə sərhəddə. Buradan da Yaponiyadan hücum gözlənilirdi. Baxmayaraq ki, SSR ilə Yaponiya arasında neytrallıq paktı imzalanmışdı, amma hər ehtimala qarşı Yaponiya da SSR-yə qarşı hücuma keçə bilərdi. Ona görə də vəziyyət son dərəcə gərgin idi. 1941-ci ilin payızında artıq faşist Almaniyasının qoşunları Moskvanın 25 kilometrliyinə qədər gəlib çıxmışdılar. Ona görə də Stalin uzaq şərq komandanı olan general Aponesenkonu Kremlə çağırır və onunla bir müddət məsləhətləşirlər. Söhbət əvvəl sakit tərzdə keçir, lakin bir müddətdən sonra Stalin Aponesenkodan uzaq şərqdə olan tank əleyhinə topları ondan istəyəndə Aponesenko özündən çıxır, duraraq Stalinin üstünə qışqırır, sən nə danışırsan, başın xarab olub, gitsən, onu digər söyüşlərlə də təhqir edir. Lakin Stalin bu dəfə onu sakitləşdirir, deyir, əsəbləşməyin, bu qədər niyə əsəbləşirsən, yaxşı o topları özündə saxla. O qeyd edir ki, məhkəmə yolu ilə də olsa, məhkəməyə çıxmaqla da olsa, ölümlə hədələnsə də, ölümə məhkum olunsa da o topları heç kimə verməyəcək. Stalin onun belə cəsarətini görərək onu sakitləşdirir, artıq o toplardan əl çəkir. Və beləliklə də müharibə davam edir. Müharibə artıq şərqdən təhlükəsi olmadığına görə, yəni Yaponiyadan hücum sovuşduqdan sonra bir neçə dəfə Stalinlə görüşən Aponesenko onu hücum gedən əraziyə, yəni nöqtəyə, döyüş nöqtəsinə göndərməyə xahiş edir. Stalin də onun xahişini yerinə yetirir və o qəhrəmancasına Belgorod uğrunda gedən döyüşlərdə həlak olur. Tarixdə belə hadisələr olur. Yəni, general Aponesenko yeganə insan idi ki, Stalinin üstünə qışqıra bilmişdi. Çox sağ olun, təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.